Hörmətli müəllimlər, mən Rauf Neymətzadə. Bugün sizə basketbol oyununda səviyyəti atılan topların neçə halda qiymətləndirildiyini, eyni zamanda qayda pozuntusu baş verərsə hakim hansı qərar verəcəyini izah edəcəm. Onu da xatırlatma edim ki, indi izah edəcəyim qayda bu illər müəllimlər işə qəbulu imtahanında sual olaraq qarşınıza çıxmışdır. Keçək izahımıza. Basketbol oyununda səviyyəti atılan toplar 1, 2 və 3 halda qiymətləndirilir. 1, 2 və 3 halda qiymətləndirilir basketbol oyununda səviyyəti atılan toplar. 1 hallıq hansı hallardadır, 2 hallıq hansı hallardadır, onun keçək izahına. 1 hallıq cərimə atışlarından səviyyəti atılan toplar 1 halla qiymətləndirilir. 675'lik qövsün 675'lik qövsün daxilindən istənilən yerdən səviyyəti atılan toplar 2 halda qiymətləndiriləcək. Yəni 675'lik qövsə bu xəttə daxildir. Xətti taplayıb atsaq belə 675'lik qövs sayılır. Bir ayağımız belə deyək, xəttin çölündə olsa, bir ayağımız xəttin üstündə olsa və topu səviyyətə atsaq, bu 675'lik qövsün daxili sayılır və 2 halda qiymətləndirilir. 675'lik qövsün xaricindən istənilən yerdən səviyyətə atılan toplar 3 halda qiymətləndiriləcək. Bir də təkrar edək. Cərimə atışları 1 halla qiymətləndirilir. 675'lik qövsün daxilindən atılan toplar 2 haldan qiymətləndirilir. 675'lik qövsün xaricindən səviyyətə atılan toplar, istənilən yerdən səviyyətə atılan toplar 3 halla qiymətləndiriləcək. İndi baxaq. 675'lik qövsün daxilində səviyyəti atış qayda pozuntusu və basket faul olarsa hakim hansı qərarı verəcək? Səviyyəti atış qayda pozuntusundan başlayaq. 675'lik qövsün daxilində bəziyə A komandası və B komandası. A və B komandası. A komandası hücum edir. A komandası hücum edir və 675'lik qövsün daxilində topu səviyyətə atır və top səviyyətə düşmür. Eyni anda B komandasının oyuncusu da A komandasının oyuncusuna qarşı qayda pozuntusu edir. Bir də təkrar edək. A komandası 675'lik qövsün daxilində topu səviyyətə atmağa cəhd edir. Top səviyyətə düşmür və B komandasının oyuncusu eyni anda A komandasının oyuncusuna qarşı qayda pozuntusu edir. Bunda hakimin qərarı olur. A komandası 2 sərbəst atış atma hüququ qazanır. B komandasının oyuncusu A komandasının oyuncusuna qarşı kobulluq etdi və A komandasının səviyyətə atdığı top səviyyətə düşmədi. Hakim A komandasına 2 cərimə atışı hüququ verir. Gəl indi fərz edək ki, top səviyyətə düşür. Basket faul. Basket faula baxaq. Bir də yenə A komandası hücum edir. Topu səviyyətə atır. 675'lik qövsün daxilində. Topu səviyyətə atır və top səviyyətə düşür. Eyni anda B komandasının oyuncusu A komandasının oyuncusuna qarşı 675'lik qövs daxilində kobulluq edir. O zaman hakim qərar verəcək. Top səviyyətə düşdüyünə görə 2 hal qeydə alınacaq, A komandası 2 hal qazanacaq və A komandasına bir cərimə atış haqqı veriləcək, hüququ veriləcək. Yenə təkrar edək. Basket fauldan danışırıq. A komandasının oyuncusu 675'lik qövsün daxilində topu səviyyətə atır, top səviyyətə düşür. Eyni anda B komandasının oyuncusu A komandasının oyuncusuna qarşı kobulluq edir. Hakimin qərarı hal qeydə alınacaq, yəni 2 hal qeydə alınır və əlavə olaraq bir cərimə atış haqqı A komandası qazanır. İndi keçək 675'lik qövsün xaricinə baxaq. Basket faul olarsa və ya səviyyəti atış qayda pozuntusu olarsa hakim hansı qərarı verəcək? Yenə 675'lik qövsün çölünə baxırıq. Səviyyəti atış qayda pozuntusundan danışaq ilk öncə. Yenə A komandası 675'lik qövsün
xaricində istənilən yerdən topu səbətə atır, top səbətə düşmür və eyni anda B komandasının oyuncusu A komandasının oyuncusuna qarşı çovulluq edir. Topu səbətə atdı A komandasının oyuncusu və top səbətə düşmədi. Eyni anda B komandasının oyuncusu A komandasının oyuncusuna qarşı çovulluq etdi. Hakim hansı qərar verəcək? A komandası 3 zərimi atış haqqı qazanacaq. Çovulluq B komandasının oyuncusu çovulluq etdiyinə görə, əlavə olaraq top səbətə düşmədiyinə görə A komandası 3 zərimi atış haqqı qazanacaq. İndi basket faala baxaq. Basket faal. A komandası qövsün xaricində istənilən yerdən topu səbətə atır, top səbətə düşür və B komandasının oyuncusu da A komandasının oyuncusuna qarşı çovulluq edir. Top səbətə düşdüyünə görə xal qeydə alınacaq. Çovulluğa da görə, qayda pozuntusuna görə A komandası 1 zərimi atış haqqı qazanacaq. Bir də təkrar edirəm. A komandasının oyuncusu topu 675'li qövsün xaricində topu səbətə atır, top səbətə düşür və eyni anda B komandasının oyuncusu A komandasının oyuncusuna qarşı çovulluq edir. Hakimin qərarı olacaq, xal qeydə alınacaq 3 xal, əlavə A komandası 1 zərimi atış haqqı qazanacaq. Bu oldu bizdə basket faul. İndi mən sizə bu il müəllimlər işə qəbulu imtahana düşmüş sual ilə sizlərə tanış edim, hansı formada düşmüşdü sual, ona da baxaq. Deməli, indi bayaq izah verdiyim qayda düşmüşdü. Basketbol oyununda oyuncusu 3 xallı xətti tapdalayaraq topu səbətə atan zaman top səbətdən keçərsə və eyni zamanda həmin oyuncuya qarşı faul olarsa hakim hansı qərarı verəcək? Bayaq qeyd etdik axı ki, həmin o qövsü 675'li xətti, 3 xallı xətti tapdasaq belə, tapdığı topu səbətə atsaq belə 2 xal qeydə alınacaq. Deməli, 3 xallı xətti tapdığı topu səbətə atır və top səbətdən keçir. 2 xaldır, plus əlavə olaraq da qayda pozuntusu olduğuna görə həmin komanda 1 zərimi atış haqqı qazanacaq. Xal sayılacaq 2 xal və əlavə 1 zərimi atış haqqı qazanacaq. İzahımız bu qədər müəllimlər. Növbəti videolarımızda inşallah görüşərik. Sağ olun.